Getdi aeroporta. Getdi aeroporta. Bura nə Təl-Əvivdir, nə də hər hansısa bir ərəb ölkəsi. Bura Azərbaycanın Naxçıvan Muxtar Respublikasıdır. Burada nə ABŞ bazası var, nə də İrana təhdid yaradacaq hər hansı bir təhlükə. Ölkəmizin suverenliyinin pozulmasına yönəlmiş bu dronların hədəfi isə məktəb və hava limanıdır. Uşaqları çıxardı! Yəni bütün hallarda mülki şəxslər. Pilotsuz uçuş aparatlarından biri də Naxçıvan Beynəlxalq Hava Limanının terminal hissəsinə düşdü və burada siz zərbənin nəticələrini də görə bilərsiniz. Lampalar yerindən qopubdur və binanın fasad hissələrində bəzi uçmalar, tökülmələr də müşahidə olunur. Müdafiə Nazirliyinin açıqlamasına görə İran Silahlı Qüvvələri tərəfindən 4 pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hücum aktlarını törətmək üçün yönləndirilib. Onlardan biri Azərbaycan ordusu tərəfindən sıradan çıxarılıb, digərləri isə mülki infrastrukturu, o cümlədən dərs saatlarında orta məktəb binasını hədəfə alıb. Orta məktəb binasını hədəfə alan pilotsuz uçuş aparatı xoşbəxtlikdən hədəfə yetişməyib, məktəbin yaxınlığında yerə çırpılaraq partlayıb. Şəkərabad kənd məktəbinin tam yaxınlığına düşüb və yerdə gördüyünüz kimi təxminən 2 metr dərinliyində bir çuxur açıb. Qeyd olunanları nəzərə alaraq İran İslam Respublikasının silahlı qüvvələrindən aşkar inkarçılığa son qoymağı, baş vermiş hadisəyə görə üzrxahlıq ifadə etməyi və İranın aidiyyatı qurumları tərəfindən günahkarların cəzalandırılmasını gözləyirik deyə Nazirliyin açıqlamasında qeyd olunur. Xoşbəxtlikdən ölüm olmasa da 4 nəfər müxtəlif dərəcəli xəsarətlər aldı. Məsələ ilə bağlı Azərbaycanın müvafiq dövlət qurumları bir-birinin ardınca açıqlama verib bəyanat yaydıqca molla rejimi nə ağ dindir, nə qara. Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat verərək izahat tələb etdi. Elm və Təhsil, Səhiyyə Nazirlikləri vəziyyətlə bağlı açıqlama verdilər. Baş prokurorluq hadisə ilə bağlı cinayət işi açdı. Yenə də qarşı tərəf gözünü və ağzını bağladı. Azərbaycanın dost ölkələri bir-bir Xarici İşlər Naziri Ceyhun Bayramova zəng vuraraq bəyanat verərək Naxçıvana İranın dron hücumunu qınadılar. Tehran isə susmaqda davam etdi. Ötən gün İran İslam Respublikasının Naxçıvana, istər hava limanına, istərsə də Şəkərabad kənd məktəbinə pilotsuz uçuş aparatları ilə hücumu beynəlxalq hüquqda ən ağır cinayət sayılan sülh əleyhinə cinayətdir. Bu həmçinin BMT nizamnaməsində güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək prinsipləri ilə daban-dabana ziddir və bu prizmadan da qiymətləndirdikdə aşkar təcavüz aktıdır. Bilirsiniz ki, təcavüz aktının qiymətləndirilməsi ilə bağlı BMT Baş Assambleyasının aidiyyatı qətnaməsi var və həmin qətnamədə də bombardman edilmək, yəni silahlı qüvvələrdən digər dövlətə qarşı istifadə etmək, indiki halda pilotsuz uçuş aparatları ilə hücum birmənalı şəkildə təcavüz hesab olunur. Prezident İlham Əliyevin sədrliyi ilə Naxçıvana edilən dron hücumu ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirildi. Dövlət başçısı çox sərt danışdı. Əslində bu, yaranmış vəziyyətə uyğun bir ritorikadır. Prezident İran tərəfindən Azərbaycan ərazisinə, Naxçıvan Muxtar Respublikasına dronlarla hücumu terror aktı kimi qiymətləndirdi. Və bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlər, onların başı yarıldı dəmir yumruq vasitəsilə. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək. Bir yandan dar gündə, çətinə düşəndə Azərbaycandan xahiş et, Beyrutdakı diplomatlarını xilas etmək üçün Azərbaycana yalvar, o biri yandan isə Azərbaycanın ərazisinə hücum et, mülki obyektlərə zərbə yendir. Bunun adı şərəfsizlik deyil, bəs nədir? Onu da bildirməliyəm ki, bugün səhər mənə məlumat verilir ki, İranın Xarici İşlər Nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, Livanda qalmış İran səfirliyinin əməkdaşlarını Azərbaycan kömək eləsin, təxliyə etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi, mən dərhal göstəriş verdim ki, köməkli göstərin, təyyarə göndərin.
Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil. İndi dar gündə biz köməklik göstərməsək, bəs nə vaxt köməklik göstərməliyik? Axı, bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək, bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Dövlət başçısı onu da qeyd etdi ki, silahlı qüvvələr döyüş hazırlığı vəziyyətinə gətirilib. Bu isə o deməkdir ki, növbəti dəfə belə təxribatlar baş verərsə, Azərbaycan bu dəfəki kimi diplomatik nota və xəbərdarlıqla kifayətlənməyəcək. Əslində, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da bu belə ifadə olunmuşdu. Cavab vermək hüququmuzu özümüzdə saxlayırıq. Həmçinin silahlı qüvvələrin bütün istiqamətləri tam səfərbər vəziyyətinə gətirildi. Bu nəyi göstərirdi? Bu göstərirdi ki, Azərbaycan istənilən təhdid qarşısında çevik və çox sürətli şəkildə böhran idarəçiliyi qabiliyyətinə malikdir. Həmçinin Azərbaycanın güc və imkanları istənilən təhdidin qarşısında dayanmağa imkan verir və dövlət başçımızın dünənki ritorikası da bunu deməyə əsas verir. Bilirsiniz, İranın indiki nankorluğu qarşısında Azərbaycanın artıq bütün versiyalara hazır olması çox vacibdir. Azərbaycan prezidenti dünyada yeganə lider oldu ki, indiki təklənmiş İranın dərdinə şərik olmaq, onlara baş sağlığı vermək üçün İran səfirliyinə şəxsən getdi. İran rəhbərinin ölümü ilə əlaqədar getdi səfirlik əməkdaşlarına və səfirlik əməkdaşları və səfir vasitəsilə İran xalqına, İran dövlətinə baş sağlığı verdi. Amma üzərindən heç 12 saat keçməmiş İran bu xain hücumu təşkil etdi. Bu o deməkdir ki, bir daha deyirik, İran mehriban qonşuluq, dinc qonşuluq, tərəfdaşlıq, əməkdaşlıq müstəvisində irəliləmək niyyətində deyil. Qeyd edək ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, Latviya Respublikasının prezidenti Edgars Rinkēviç, Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyev, Gürcüstanın baş naziri İrakli Kobaxidze prezident İlham Əliyevə zəng edərək bu hücumu şiddətli qınayıb və ölkəmizə dəstək nümayiş etdiriblər. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada sənətkarlar və sahibkarlarla keçirilən iftar mərasimində Azərbaycan dövlətinin başçısı ilə telefon söhbətindən danışıb. O, Naxçıvana edilən pilotsuz təyyarə hücumunu pisləyib və İrana xəbərdarlıq edib. Azerbaycan Cumhurbaşkanı Sayın İlham Aliyev ile görüştük. İlham kardeşime Nahçıvan Özerk Cumhuriyeti'ni hedef alan bugünkü saldırıdan üzüntü duyduğumuzu ve saldırıyı kınadığımızı ifade ettim. Bölgemizde daha fazla kan dökülmemesi, daha fazla masumun hayattan koparılmaması, gerilimin büyüyerek geri dönülmez noktalara varmaması gayesiyle yürüttüğümüz çok boyutlu diplomasimizi devam ettireceğiz. Kimse endişe etmesin. Xatırladaq ki, Naxçıvana edilən hücumdan bir gün əvvəl İranın Türkiyəyə atdığı ballistik raket də havada zərərsizləşdirilmişdi. Türkiyə İrandan bununla bağlı izahat istəmiş və İran tərəfi bunun qəsdən edilmədiyini bildirmişdi. Martın 5-də İranın Xarici İşlər Naziri Seyid Abbas Ərakçı, Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramova zəng vurub. İran naziri Naxçıvan Muxtar Respublikası ərazisinə dron hücumları ilə bağlı narahatlığını ifadə edib. İran tərəfinin və hərbiçilərin bu hadisə ilə bağlı araşdırma başladığını bildirib. İran naziri yaralanan mülki şəxslərə şəfaət eləyib. İran tərəfindən hücumla bağlı üzr istənilməsini, araşdırmaların nəticələrinə dair qısa müddət ərzində izahat verilməsini, bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlər görülməsini gözlədiyimiz diqqətə çatdırılıb. Turab Hacızadə, Təxminə Babayeva, İlkin Eylazov, NTV Xəbər.